Qaqa senden gözləməzdim qaqa. Nəysə uşaqlar, bugünkü videomuz bildiyiniz kimi kanalın zaten datasına baxanlar, o değerli takipçiler bilirlər, 25 gündür kanalda video paylaşılmırdı. Niye 25 gündür video paylaşılmırdı? Niye bu vəziyyətdəydik? Bunlar hakkında danışacağım. Uşaqlar, ilk öncə mən hal-hazırda idman zalındayım. Keçən bunu açıqcası deməyəcəkdim, prosto yəni gördüm ki yanlış anlaşılmağa başlayır ve dostum da dedi ki məncə bunu denən çünki sənin üçün problem yaratmaz. İlk öncə uşaqlar, zalda mən özümüzün zalda dostumla birgə zalımızdır. Mən ona görə bu zalda işləyirəm. Açıqcası hal-hazırda bu zalda işləməyə yəni ehtiyacım yoxdur. Yəni az çox tanıyanlar bilir. Və sadəcə burada kömək və dostumla birlikdə iş görmə məqsədində işləyirəm. İnşallah ki Qubada da birlikdə dostumla bir yerdə başqa bir zalımız açacağıq. Yəni dostumla öz zalımızdır və bunu da demək səbəbim kesinlikle yorumlarda bir qaqaş səndən heç gözləməzdim başqa yerdə işləmək falan. Birincisi başqa yerdə işləmək istəyir trader yox, kim olursan ol, bunun bir utanılacaq tərəfi yoxdur. Bunu sadəcə bu olaya görə danışıram ki eləsəm belə mən itirilsəm, yəni sıfıra düşsəm belə yenə başqa yerdə işləyib qalxmağa çalışaram və ya nəinki kiminsə şotuna kurs satıb kiməsə, kiminsə belindən keçirmərəm. Yenə də sıfırdan qalxaram. Yenə də gedib kiminsə yanında işləyərəm, yenə pulumu yığıb yenə o cür qalxaram ki, qurban olduğum hələ ki o vəziyyətə düşürməyib ki, olsa belə yenə də utanmadan bunu eləyərəm ki, ən azından kiməsə kurs satıb, kiməsə yalandan vədlər eləyib qabağa getməkdən mənim üçün daha üstündür bu. Öz alnımın təri ilə pul qazanıb iş görmək. Bu öz yerində uşaqlar, bunu keçdim. İkinci mövzu nə idi? Niyə 25 gündür yoxam? Bu arada zalda məşqə gəlmək istəyənlər həzasını aldığı zalımız X-Fit qatla versin uşaqlar. Keçək, 25 gündür niyə yoxam? Bildiyiniz kimi işi doğru görən adamlar, biz də yəni işi haqqına görən adamlara zaten qapılar bağlıdır. Ona görə kanallarımızı bildirmişdilər. Yəni, iki kanalımız da bağlanmışdı, YouTube kanallarımın ikisi də. Biri bağlandı, onu açdırmaq üçün əlləşdim, getdim. O biri kanalımız sizlər üçün Azərbaycanca kontent atmağa çevirdim, onu da bağladılar. O şu kanallar bağlanmışdı, amma bizi dayandırmaq mümkün deyil. Və mən iki kanalın ikisini də açdırdım. Kanalları bağlatdıranlar, sizi də sevirəm. Sağ olun ki, yəni nə qədər güclü və nə qədər dəyərli olduğumuzu təkrardan xatırladırsınız. Yəni takibdəsiniz, spamlayırsınız, engelləyirsiniz. Amma bir puf olan deyil, özür də sayın. Yəni biz davam edəcəyik. Ki qayda məsələ, yəni bu açıqcası bunu eləmək istəmirəm. Mənim trade qrupunda zaten olanlar görür qazanclarımızı, işləmlərimizi, setuplarımızı ki bazar hal-hazırda yüksəlir. Bazar yüksəlir. İndi bir dəqiqə çıxıb ortaya töküləcəklər ki biz demişdik. Ehtiyac yoxdur. Twitter'a Orhan Aksa yazsanız, yəni biraz aşağı gedin, bütün analizlər, bazar haqqında məlumatlar hamısı zamanında datasına kimi paylaşdıqlarım hamısı oradadır. Bu işlə bağlı, işləmlərimlə bağlı. Bu arada mən $9.000 itiran adamım. Yəni $9.000 pul itirmişik biz keçən dəfə. Yəni uşaqlarla birlikdə $9.000 yaxın ziyanımız olub. Yəni $9.000 itirən bir adam üçün gəlib yəni nələrsə işləmək haşa deyirəm, aşağılamıram. Prosto yəni bu işlər yəni o deyildi, o çapda deyil, yəni onu eləmək, yəni hələ şükür ki Allah hələ o vəziyyətə düşməmişik. Ki çıxıb indi deyənlər də olacaq, $9.000 itirmisən və necə tradersən? Qardaş, $9.000 qazan, sonra itirəndə deyərsən ki necə traderam. Sən $9.000 bu işdən qazan, o pulu qazan, itirməyi demirəm. Qazan, itirməyi vaxtı gələndə deyərsən ki mən necə traderam. Mən $9.000 qazana bilmişəm ki $9.000 itirməyi yəni gözə ala bilirəm. Sən daha çansa qazanarsın $9.000, ondan sonra itirməyi gözə ala bilsən, danışarsın. Bu da öz yerində. Keçək açıq işləmlərimə uşaqlar. İşləm göstərəcəm sizə. Prosto bunu bu boş-boş danışan insanlar üçün göstərmək istəyirəm. Burada nə qədər görünür bilmirəm. Macbook'dan açmışam, telefonla videonu çəkirəm deyə. Bitcoin pozisyonudur. Giriş məbləği nə qədərdir uşaqlar? Bir dənə belə göstəreyim. $180 marjinlə açılıb, hal-hazırda 560, ya nərdəsə $600 xeyrə çatır. O birisində $60 ziyandayıq. Neyse, bu öz yerində qalsın qırarda. Danışacağım mövzular nədir? Uşaqlar, Azərbaycan üçün yəni başladığımız söz verdiyim kimi də davam edəcəm, yarıda buraxmayacağım. Üzürürsən, kanallar bağlandı, əlimdən gələn bir şey yox idi və həqiqətən moddan da düşmüşdüm. Zaten ziyan elədiyimiz bir ərəfədə idi. Üstünə gəldi, kanallar bağlandı, üstümüzə oynamaya başladılar. Bir nöqtədə düşdüm moddan, amma sağ olsun həm trade qrupumdakı
dəstəkçilər, həm özüm, həm yaxındakı ətrafım buraxmamağım üçün əlindən gəldiyi qədər dəstək elədilər və Allaha şükür də mən də açdırdım kanalları, həm sizin dəstəyiniz sayəsində, həm özüm çabaladım, açdım kanalları və qaldığım yerdən də davam eləyəcəm. Düşməmişəm, hələ də ayaq üstəyəm, yəni heç bir yerə getməmişəm və yaxud da o qaqaşlardan gözləməzdim mesajını gördüm, TikTokda bir qaqaş yazmışdı. Qardaşım, ilk öncəsi məndən hər şey gözləyə bilərsən, çünki mən də sənin kimi bir insanam, amma yəni sənin düşündüyün vəziyyətə düşməmişəm. Şükür Allah, hələ ki o vəziyyətə düşməmişəm. Yenə də deyirəm, düşsəm də nə xoş mənə ki, mən öz əməyimlə pul qazanacam, nəinki sənin cibindəki pula göz dikib sənə kurs satıb və yaxud neysə yetələməyəcəm. Keçək bazarla bağlı biraz danışım. Bu video 25 gündən sonra giriş videosu olacaq, ona görə biraz bu şəkildə giriş eləmək istədim və davamı gələcək inşallah. Video yarıda kəsildi, üzr istəyirəm. Bəs niyə belə oldu? Bazar niyə bu vəziyyətə düşdü? İnşallah ilk öncə Bitcoin tərəfində hələ də bizə çatmayan önəmli məlumatlar var. Bu ETF girişləri olsun Bitcoin tərəfinə, həm Amerikadan faizlə bağlı gələn siqnallar olsun, dollar indeksinin çox önəmli bir dirəniş səviyyəsinə çatması olsun. Bunun kimi həmçinin kripto layihələrinin, kripto birjalarının aktiv bir şəkildə dünya bazarında istər kart olaraq, USD ticarəti olaraq, həm Amerikanın stabil coin olaraq dolları USD-tinin yəni stabil coin olaraq çıxarması, tədavülə buraxması, mən bunu zamanında da demişdim bir videoda. Bunlar kriptoya bir nevi maraq oyatmağa başladı və həmçində likiddə mövzusu. Çünki hələ insanlar, siz bazarda həmişə xəbəri satış, belə deyək də, ortalıqda olan hype-ı satın alarsınız da, belə deyək. Məsələn, insanlar nə gözləyirdilər? 38, 40, 48 bu aralığa düşüş gözləyirdi. Demək olar ki, bazarın çox hissəsi bunu gözləyirdi. Bazar da nədir? Tam fake out, sən 38-i gözləməyində ol, mən qiyməti 80-ə götürdüm. Yəni, biz aşağı short oranları o qədər baskın idi ki, həqiqətən bazar o qədər o qiymətləri gözləyirdi ki, fikirləşin, bazarda long boğa gəldi, hər tweetində boğa gəldi deyə bağıran insanlar, türklərdən söhbət gedir, düşüb o zamanlar artıq Bitcoin 58 minlərdə falan olanda 30 min, 38 min, 40 min səviyyələrini gözləyirdilər və bazar gözləntinin tərsinə hərəkət edər. Bu məntiq zaten düz məntiqdir. Bazar gözləntinin tərsinə hərəkət edər və hal-hazırda Bitcoin tam da düşündüyümüz kimi gözləntinin tərsinə 80 minlərin üstünə çıxdı. İndiki olay buradan nə olacaq? Buradan olacaq olaylar hal-hazırda bildiyiniz kimi bizim FED faiz qərarımız qalıb sentyabr ayına. Bu zamana qədər də bizim əlimizdə sadəcə FED-in əlini möhkəmlətəcək və zəiflətəcək gələn data xəbərləri var ki, bunlara verirlər işsizlik haqları, tüfə bu verirlər var ki, bunlar CPI veriləri FED üçün önəmlidir. Və bu arada FED qaydalarda dəyişiklik eləyib, əvvəllər tüfəyə görə nəzərdə alırdısa, indi CPI-yə görə nəzərdə alır. Qarışdırmış da ola bilərəm, yoxlayam səhərdir. Amma belə bir dəyişikliyə gedib, ona görə faiz oranları digərinə nisbətdə 100% aşağıda görünür bizə. Bu yanıltıcı bir faiz oranıdır. Əslində real faiz oranının 100% altında göstərir, amma alındığı veri datası CPI-yə görə olduğu üçün belədir. Və indi takib edəcəyimiz xəbər axışıdır. Bitcoin-də qiymət texnik açıdan da 80 min, belə deyək, 80 min, 85 min aralığı bizim üçün çox önəmli bir qiymət aralığıdır. Əgər 80-85 aralığında Bitcoin cancel-də olsa, yəni accumulation zone yaratsa uzun bir müddət ki, FED faiz qərarına qədər söhbət gedir, bu zaman mən Bitcoin-də oradan bir satış gözləyəcəm. Yəni, bu mənim üçün çox önəmli datadır. Yox, Bitcoin 80-85 aralığının üstünə çıxmağı bacarsa və üstündə qiymət hərəkəti başlasa, dediyim qiymət hərəkəti sizin 15-20 dəqiqəliklə artdığınız skaplardan söhbət getmir. 4 saat və üstü zaman dilimlərindən söhbət gedir. Bu zaman mən Bitcoin-də artıq 100 minləri hədəfləyəcəm. Amma dediyim kimi, hələ ki mənim düşüncəm 80-85 aralığında ya konsolidasyon olacaq, FED-in faiz qərarına qədər, ya da 80-85-lərdən aşağı təkrardan bir satış görəcəyik. Bu datanı necə əldə edəcəyik? Sadəcə biz burada oturub, belə deyək də, bir base yaranmağını gözləyəcək. Yapılar necə oluşur? Rally base, rally base drop və ya drop base, rally və ya drop base drop. İndi biz rally-ni gördük, base-i gözləməliyik. Base bizə qırılımı göstərəcək. Base-də əgər güc itirsə, yəni alıcılar güc itirsə, satışa dönəcək qiymət. Burada satış şeyləri axtaracaq, formasyonları axtaracaq, satış üçün, girmək üçün biz
optimal trade enterlər axtaracağıq. Yox, görəcək ki, bullish bir trend var. Rally base rally'yə gedir. O zaman rally üçün geniş optimal trade enterlərə və ya point of interestlər axtaracaq. Bu öz yerində altcoin'lər bazında baxdığımız zaman həmişə dediyim kimi altcoin'lərin hamısı yüksəlməyəcək və bazarda bəlirli altcoin'lər bəlirli zamanlarda hərəkət edəcək. Və gördüyünüz kimi hal-hazırda bəzi altcoin'lər yerində sayarkən bəziləri böyük yüksəlişlər eləyib. ZEC 300-400 dollarlardan 800-900 hətta çatıb. Həmçinin bunun kimi bir neçə dənə coin var ki, böyük yüksəlişlər əldə eləməyi bacarıb. Bəzilərinə görə nədir ki 2x eləyib, amma ZEC-in 2x eləməyi sizin digər bazardakı coinlərin bəlkə 20-50x arasındadır. Çünki market cap sürəti var uşaqlar. Bunun kimi coinlərdə yüksəlişlər görürük. Altcoinlərdə doğru zamanda doğru altcoində olma söhbəti var. Yəni buna diqqət edin və çox önəmli detay, çəyirtkə strategiyasına düşməyin. Yəni nədir bu çəyirtkə strategiyası? Mən almışam albalı coin, aha şaftalı coin getdi, albalı coini satım, şaftalı alım, o getsin, ondan ziyanı çıxarım. Qəti. Albalı almışsansa albalıda da qalın. Əgər həqiqətən güvənim aldığım bir proyektisi, altyapısı varsa albalıya da sıra gələcək. Amma yox, sən durub albalını satıb şaftalıya keçsən, şaftalını satıb nə bilim gilasa gilasa albalı, nə bilim armuda keçsən, nara keçsən, artıq sənin pulun orada əriyib yox olacaq. Səbət və sadiq qal, üstünə yat və gözlə. Bu qədər sadə. Belə videonu uzatmayayım dostlar, zaten yorğunam. Kanalımız təkrardan açıldı, təkrardan sizlərləyəm, TikTok yayınlarımıza təkrardan davam edəcək. Sizləri çox sevirəm, həqiqətən darıxmışdım videolar üçün, kontentlər üçün və yenidən aranızdayım. İnşallah bundan sonra düzənli bir şəkildə davam edəcək içəriklərimizə. Özünüzdən müğayət olun, Allah'a emanet olun. Sizdən tək xahişim, kanalımız yeni açılıb, maksimum, yəni belə deyək, kəşfətə düşməyimiz üçün bu videoya bəyəni, yorum, yəni bunları dostlarınızla paylaşmaq, bunları edin ki, kanal biraz qabağa çıxsın, biraz bu spamdan çıxaq. Çox sağ olun, hər kəsə bol qazanclar, Allah rızınızı yetirsin dostlar. Telegram qruplarımız açıqlamada da pulsuz bir şəkildə Telegram'a keçib qruplarımıza da qatıla bilərsiniz. Trade qrupumuz üçün də burada kartlarda çıxan videodan gedib izləyib trade qrupuna da qatıla bilərsiniz. Allah'a emanet.